Təsəvvür elə ki, 16 ildə ilk dəfədir Pierre Cardin'in Azərbaycanda bir mağazası bağlanır. Millət içəridə daşıyıb aparır. Bütün kostyumlar 600-dən düşüb 200 manata. Tişörtlər 150-dən 30-a düşüb. Bir dənə kassa növbəsinə fikir ver. Bax, kişi ayaqqabılarına bax, 70-ə, 75-ə. Bu Pierre Cardin öz məhsuludur. Dəri pulqabı neçə ay olub bu? 90 olub, indi 15-ə düşüb. 209-dan 70-ə düşüb. Üç düymə pololardır, baba. Hamısı Pierre Cardin'dir bunlar. Baba 100% pambıq, orijinal Pierre Cardin Paris. 170-dən düşüb 51-ə. Bax, ağ köynək, orijinal. Adamlar axın-axın gəlirlər. İkisi 16 manat. Fransisko corab istəmirsən? 180-dən 30-a düşüb. Bax, fikir ver. Dənizə zada geyinmək üçün əladır bax bu. Mənim öz çantam da Pierre Cardin'indir, fikir ver. 380 olub. Bax, Pierre Cardin'in ayaqqabısıdır. 70-75. Hava keçirəndə çox qəşəngdir. 15 manatdır cəmi bax. Geyinirsən, axşamlar yürüyüş eləyirsən. Amma əlini vuranda materialdan keyfiyyəti hiss eləyə bilirsən. 119-dan 36-ya düşüb. Üzərinə Pierre Cardin yazılmayan məhsullar özləri dedilər ki, elə Pierre Cardin'in nəzdində olan multi-brendlərdir. Bir müəssisədən çıxır hamısı. Mağaza bağlanır deyə sürpriz qiymətlər var da, yəni. Burada bəzi məhsulların ümumiyyət ölçüləri filan bitib, təzə partiyalar gələcək. Nə sala bildiniz, qardaş? Allah xeyirli olsun, mübarəkdir. Adamlar alırlar da, qardaş, adamlar alırlar. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.